Sosial şəbəkələrdə açıq şəkildə satışda olan kələm turşusunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu Lükbatan qəsəbəsində yerləşən meyvəli bazarı və bazar ətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Satıcı məhsulun gözəgəlimli olması, ev üsulu təsiri yaratması üçün, həmçinin köhnə məhsulu təzə göstərmək məqsədi ilə qida boyasından istifadə etdiyini bildirdi. Sahibkarın sözlərinə görə hər bidon məhsula bir xörək qaşığı bu maddədən əlavə olunur və bu da istehlakçıların hüquqlarının pozulmasına, o cümlədən aldadılmasına gətirib çıxarır. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinəyə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları qida məhsulları alarkən diqqətli olmaları və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanuna zidd hallarla rastlaşdıqda bu barədə konkret faktlarla 1003 çağrı mərkəzinə məlumat verə bilərlər. Həmçinin bazarlarda açıq şəkildə satılan turşular hava, toz və böcəklərlə təmasda ola bilər. Bu da məhsulda mikrobların, bakteriyaların və hətta zəhərli göbələklərin olması ehtimalını yaradır. Belə turşuların uzun müddət açıq qalması isə qoxu, dad və rəng dəyişikliklərinə gətirib çıxarır və mədə-bağırsaq xəstəlikləri riskini artırır. Mağazalardan turşu alarkən onun qapalı qablaşdırmasına, şüşədə və ya plastik qabda olmasına, etiket məlumatlarına, saxlanma şərtlərinə diqqət etmək lazımdır. Düzgün temperaturda saxlanılmırsa, bir çox hallarda ki, bu məhsullar soyuducuda saxlanılmır, o zaman tərkibində müəyyən dəyişikliklər baş verir ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Və bir çox hallarda bu qidaları bəzən plastik vedrələrdə, qablarda saxlayırlar ki, bu da temperatur rejiminə dəyişikliyə səbəb olduqda qidanın tərkibinə mikroplastik kütləciklər keçir ki, bu da gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bir sözlə, turşu alarkən diqqətli olmaq lazımdır. Çünki bazarlardan alınan üstü açıq turşular, xüsusilə uşaqlar, yaşlılar və həssas mədə-bağırsaq sistemi olan insanlar üçün risk daşıyır.